Salam YouTube, Qrafon Online'da ən gözəl kanalın ən maraqlı videolarından birini seçmişsiniz. İzin verin bu videonu sizə təşəkkürlə başlayayım. Yəni Qrafona abunə olanlara, bu videoya abunəsiz baxanlara hər birinə təşəkkür edirəm. Keçən videoda kanala abunə olanlara, videonu like edib komment yazanlara hər birinə təşəkkür edirəm. Əminəm ki, bu videodan sonra Qrafonun abunə sayı artacaq. Mənim bir məqsədim var, mənim bir istəyim var. Bu ilin axırına kimi, yəni 25-ci ilin sonuna kimi Qrafon abunələrinin sayı 20.000-ə çatsın. Ən azından 20.000 olsun. Və bilirəm ki, olacaq. Məni bu məqsədə siz çatdıracaqsınız. Qrafon həm də özünün real hədiyyələr verməyi ilə tanınır. Hər il mən Məni Tapana hədiyyə challenge-ni yayda keçirirəm. Bu illəri içində Məni Tapana hədiyyə challenge-nin artıq hədiyyələri məndədir. May-avqust aylarında Məni Tapana hədiyyə challenge-ində iştirak etmək üçün Qrafona burada, yəni YouTube-da, Instagram-da, Telegram-da və TikTok-da abunə olmaq lazımdır ki, məni tapıb mənim təqdim etdiyim hədiyyələrdən birini qazana biləsiniz. Hədiyyənin nə olacağını videonun sonunda sizə çatdıracağam. Bəs bu günlər sizə hansı xəbərlər çatdıracağam? Elon Musk X köhnə Twitter'ı satdı. Ən nazik Samsung smartfonunun təqdimat tarixi, parametrləri və rəngləri internetə sızdı. Samsungun Trifoldu, yəni 3-ə qatlanan smartfonu deyəsən Çin üçün ekskluziv olacaq. 25-ci ilin aprelində hansı Samsung smartfonları One UI 7-yə yenilənəcək? Apple daha sürətlə irəli gedir, dayanmır. M5 çipində iPad Pro'ları və MacBook Pro'ları təqdim etməyə hazırlaşır. iOS 19 iPhone-un yeni əməliyyat sistemində hansı smartfonlar offside-da qalacaq? Xərçəngin ən effektiv müalicə üsulu. Xəbər başlıqları diqqətinizi çəkdisə, bu videona elə indidən like edirsiniz. Video kiminsə xoşuna gəlməsə, dislike eləsin. Amma kommentlərdə mütləq nəyə görə dislike etdiyinin yazsın. Çay, kofe, yemək yanınızda nəsə varsa, mən başladım. Elon Musk X-dan, yəni keçmiş Twitter'dan bezib. 100% çoxlarınız elə bu cür düşündünüz. Amma Tesla və SpaceX-in rəhbəri şirkətlərin birləşdirilməsini elan edərək onların bir-birinə bağlı gələcəyini vurğuladı. Elon Musk'ın süni intellekt şirkəti XAI X-i satın aldı. Bu birləşmə 80 milyard dollara dəyərində qiymətləndirilib. X-in borcu daxil olmaqla 33 milyard dollara dəyərləndirildi. Musk şirkətlər arasındakı birləşməni X-in XAI süni intellekt şirkətinin imkanlarını yaymaq üçün platforma kimi istifadə edilməsinə imkan verəcəyini söylədi. Şirkətlər indi məlumatları, hesablama gücünü və alqoritmi birləşdirəcək ki, bu da süni intellektin inkişafına və onun X ekosistemindən qəbulunu sürətləndirə bilər. Lakin birləşmə Musk'a Twitter'ə alışı ilə bağlı maliyyə yükünün bir hissəsini yüngülləşdirməyə də kömək edir. Bu cür manevr Musk üçün yeni bir şey deyil. O 2016-cı ildə Tesla enerji biznesindəki mövqeyini gücləndirmək üçün SolarCity-ni əldə edərək oxşar addım atdı. İndi XAI və X sosial şəbəkəsi süni intellekti üçün qlobal sınaqlar meydançasına çevirmək mümkün olacaq. Görəsən Samsungun ən nazik smartfonunun parametrləri və rəngləri necə olacaq? 3 rəng palitrasında 2 yaddaş konfiqurasiyası və aprelin ortalarında satış. New Mobile-dan verilən məlumatlara görə Samsung aprelin 15-də Galaxy S25 Edge təqdim etməyə hazırlaşır. Çox güman ki, həmin gün devicelar təqdim olunacaq, ardınca isə öncədən sifariş başlayacaq. Yeni məhsul ayın sonuna doğru satışa çıxa bilər. Nazik flaqman Galaxy S25 Plus-dakı kimi 12256 və 12512 GB-lıq konfiqurasiyada təqdim olunacaq. Gümüş, qara və mavi də daxil olmaqla 3 rəng seçimi olacaq. Insider həmçinin aşağıdakı aksessuarları təsdiqləyib. Silikon və süni dəridən hazırlanmış Kinsuit smartfon çıxolu. Galaxy S25 Edge-in 256 GB-lıq versiyası 1200-1300 avro, 512 GB modeli isə 1300-1400 avro arasında qiymətə olacağı gözlənilir. Samsungun G Fold-u, yəni 3-ə qatlanan smartfonu deyəsən ancaq Çin bazarı üçün ekskluziv olacaq. Markanın 2 şarjli ilk qatlanan smartfonu yalnız Çin və Cənubi Koreyada buraxıla bilər. Biz artıq bilirik ki, Samsung indiyədək özünün ən iddialı qatlanan smartfonunu ekranı 2 yerə qatlamağa imkan verən 2 şarjli device hazırlayır. Son sertifikatlaşma məlumatı göstərir ki, gadget 2025-ci ilin sonunda buraxılacaq, lakin çox güman ki, Çin və Cənubi Koreya bazarı üçün ekskluziv olacaq. GSM bazasında əvvəlcə Q7M kodu altında tanınan SM F968 model nömrəli device peyda olur.
SM-F9680 Çin üçün, SM-F96-8N Cənubi Koreya üçün modellərinə əsasən qlobal versiyanın ümumiyyətlə olmaya bilər. Samsung ehtimal ki, potensial qlobal buraxılışdan əvvəl bazarı sınamaq və rəy toplamaq üçün bu yanaşmadan istifadə etdi. Yeri gəlmişkən, Huawei artıq qlobal bazarda Mate X-T-ni təqdim edib. Buna görə də Samsung Trifold'unun qlobal buraxılışı haqqında düşünməlidir. Sızmalar və patentlər həmçinin iddia edilən 2 şarnirli 10 inçlik daxili displey və qabaqcıl aparatla təchiz ediləcəyini göstərir. Bu ay, yəni 25-ci ilin aprel ayında hansı Samsung smartfonlarına One UI 7 yeniləməsi gələcək? Çoxdan gözlənilən One UI 7 yeniləməsi tezliklə bir çox Galaxy markalı gadjetlərə çatacaq. Aprel ayında Android 15-li One UI 7 aşağıdakı smartfonlar üçün əlçatan olacaq. Galaxy S24, S24 Plus, S24 Ultra, S24 FE, Galaxy S23, S23 Plus, S23 Ultra, S23 FE, Galaxy S22, S22 Plus, S22 Ultra, Galaxy Z Fold 6, Z Flip 6, Z Fold 5, Z Flip 5, One UI 7 aşağıdakı planşetlərdə yenilənəcək. Galaxy Tab S10 Plus, Tab S10 Ultra, Tab S9, Tab S9 Plus, Tab S9 Ultra, Tab S9 FE, Tab S9 FE Plus, Tab S8, Tab S8 Plus, Tab S8 Ultra. Apple görürsən nədir? Sizin internetdə bu gündədir, donmalar və kəsilmələr var. Mütləq və mütləq internet providerinizi dəyişin. Deyəcəksiniz ki, Ayzar, bütün internet providerləri eynidir. Star Telecom tam fərqli internet provideridir. Siz ora zəng edən kimi özünüzə professional dost qazanırsınız. Xoş ünsiyyət, kəsilməz internet və professional texniki servis ancaq və ancaq Star Telecomdadır. Star Telecom dost kimi dost internet provideri. Biz isə davam edək. Apple görürsən nə etmək istəyir? Niyə dayanmır? Niyə belə sürətlə gedir? Çünki özünüz fikirləşin. M4 çipini elə bil dünənlər təqdim etdi. Artıq Apple M5 çipində olan yeni device'larını təqdim etməyə hazırlaşır. Növbəti nəsil modellər bu payızda təqdim ediləcək. Insider və Bloomberg'in jurnalisti Mark Gurman bildirir ki, Apple M5 çipli iPad Pro'ları aktiv şəkildə sınaqlardan keçirir və planşetlərin kütləvi istehsalına 25-ci ilin ikinci yarısında başlanılacaq. Əgər şirkət adi qrafika saxlasa, yeni məhsul hələ oktyabrın əvvəlində buraxıla bilər. Bununla belə, yeni prosesordan başqa dizayn və spesifikasiyalarda ciddi dəyişikliklər gözlənilir. Apple iPad Pro-da olduğu kimi, MacBook Pro-larda da M5 çipi ilə yeniləməni planlaşdırır. Xatırladaq ki, əvvəllər internetdə MacBook Pro-nun 26-cı ildə 20 miqyaslı yenidən dizayn ilə bağlı məlumatlar yayılmışdı. Insider'in fikrincə bu qurğular OLED displeylər və M6 çipləri alacaq. iOS 19-a görəsən hansı iPhone-lar yenilənəcək? Əvvəllər deyirdilər ki, iOS 18 yeniləməsi gələn bütün iPhone-lara iOS 19 yeniləməsi gələcək. Amma mən bilirdim ki, bu ola bilməz. Mütləqdir ki, iOS 19 yeniləməsində hansısa iPhone-lar mütləq və mütləq pensiyaya göndəriləcək. 2018-ci ildə buraxılan iPhone XR, iPhone XS və iPhone XS Max pensioner oldu. Yəni adları çəkilən iPhone-lar iOS 19-a yenilənməyəcək. Ümumilikdə 20-dən çox Apple smartfonları iOS 19-a yenilənə biləcək. Həmin iPhone-ların siyahısını siz ekranda görürsünüz. İstədiyiniz vaxt videonu pauza edib iPhone siyahısına diqqətlə baxa bilərsiniz. Təbii ki, iPhone 17 xəttinin bütün modellərdə iOS 19 əməli sistemli olacaq. Söhbət əsasən iPhone 17, nazik iPhone 17 Air, Premium iPhone 17 Pro və flaqman iPhone 17 Pro Max haqqındadır. Əlbəttə ki, iPhone XR, iPhone XS və iPhone XS Max-lar daha yeniləmə almayacaq və bu da mütləqdir ki, həmin iPhone-lar başlayacaq ilişməyə, zəifləməyə. Çünki bu Apple-ın özünün strategiyasıdır, özünün siyasətidir. Daha bəsdir. Get özünə yeni iPhone al. Bəs görəsən Apple necə öz milyardlarını, öz trilyonlarını qazanmalıdır? Əlbəttə ki, bu yolla. İndi isə bu videonun ən maraqlı xəbərini sizə çatdırmaq istəyirəm. Çoxlarınız deyə bilərsiniz ki, xərçəng hara, yəni raq xəstəliyi hara, qrafon hara. Nəzərə alın ki, belə bir xəstəliyin indiki dövrdə müalicəsi texnoloji inqilab kimi qeydə alınır. Və bu mütləqdir ki, belə bir xəstəliyin müalicəsinin olmasını işıqlandırmaq üçün bütün kanallar öz əlindən gələni əsirgəməməlidir. KS xərçəng hüceyrələrini normal hüceyrələrə qaytarmaq üçün təməl texnologiya hazırlayır. Çoxsaylı xərçəng müalicələrinin texnologiyalarının inkişafına baxmayaraq, mövcud xərçəng müalicələrinin ümumi məqsədi xərçəng hüceyrələrini aradan qaldırmaqdır. Bununla belə bu yanaşma əsas məhdudiyyətlərlə, o cümlədən müqaviməti inkişaf etdirən və geri qayıdan xərçəng hüceyrələri, eləcə də sağlam hüceyrələrin məhv edilməsi ciddi yan təsiri ilə üzləşir. KS 2024-cü ilin dekabrın 20-də elan etdi ki, Biyo və Beyin Mühəndisliyi Departamentinin professoru Kwang Hyung Cho'nun rəhbərliyi etdiyi tədqiqat qrupu
xərçəng hüceyrələrini öldürmədən normal klon hüceyrələrə bənzəyən bir vəziyyətə çevirmək, onları müalicə edə bilən texnologiya işləyib hazırlayıb. Tədqiqat qrupu onkogenez proses zamanı differensiallaşma trayektoriyası boyunca gerilədiyini müşahidə etməyə diqqət yetirdi. Bu anlayışa əsasən onlar normal hüceyrələrin diferensiasiya trayektoriyası ilə əlaqədar gen şəbəkəsinin rəqəmsal əksini yaratmaq üçün texnologiya hazırlayır. Simulyasiya təhlili vasitəsilə komanda sistematik olaraq hüceyrənin normal diferensiasiyasına səbəb olan əsas molekulyar açarları müəyyən etdi. Bu keçidlər klon xərçəng hüceyrələrinə tətbiq edildikdə xərçəng hüceyrələri normal vəziyyətə qayıtdı. Nəticə molekulyar və hüceyrə təcrübələri, eləcə də heyvani araşdırmaları ilə təsdiqləndi. Bu araşdırmalar göstərir ki, xərçəng hüceyrələrinin reversiyasına təsadüfi kəşflərə güvənməkdənsə, xərçəng hüceyrələrinin gen şəbəkəsinin rəqəmsal əksinin təhlili və istifadəsi ilə sistematik şəkildə nail olmaq olar. Tapıntılar xərçəngin müxtəlif növlərində tətbiq oluna bilən geri dönən xərçəng müalicələrinin inkişafı üçün əhəmiyyətli vədlər verir. Professor Wang Hyun Cho xərçəng hüceyrələrinin yenidən normal hüceyrələrə çevrilə bilməsi heyrətamiz bir hadisədir. Bu araşdırma sübut edir ki, bu cür reversiya sistematik şəkildə həyata keçirilə bilər. O daha sonra vurğuladı ki, bu tədqiqat xərçəng hüceyrələrini normal hüceyrələrə qaytarmaqla geri dönən xərçəng müalicəsinin yeni konsepsiyasını təqdim edir. O həmçinin normal hüceyrə diferensiasiyasının trayektoriyasının sistematik təhlili vasitəsilə xərçəngin bərpasını müəyyən etmək üçün əsas texnologiyanı inkişaf etdirir. Heç olmasa xərçəngin bu müalicəsi mükəmməl olardı. Çünki artıq çoxdandır ki, bu xəstəlik pandemiya halını alıb. Artıq uzun illərdir ki, yüz minlərlə insan bir il ərzində bu xəstəlikdən dünyasını dəyişir. İstər cavan, istər qoca. Bu xəstəliyin müalicəsi mütləq tapılmalıdır və çox istərdim ki, mən deyim ki, artıq xərçəngin müalicəsi tapıldı. Yəqin ki, belə də olar. Bütün bu xəstəliyə düçar olan insanlara şəfa diləyirəm. O gün olsun ki, bu xəstəlik də qrip kimi 3-4 gün çəksin və elə qrip kimi də tez bir zamanda müalicə olunsun. İndi isə mənə tapana hədiyyə challenge-nin hədiyyələri haqqında danışım. Gördüyünüz bu saat, yəni bu saat həmən sizin hədiyyələrinizdən biridir. Çox gözəl bir smart saatdır. Yəni bu saatda qanda olan oksigenin həcmini ölçmək olur. Bu saatda ürəyin döyüntüsünü ölçmək olur. Bu saatda bir sözlə fitness trackerləri var. Bu saatlardan birini qazanmaq üçün mütləqdir ki, qrafona burada, yəni YouTube-da, Instagram-da, Telegram-da və TikTok-da abunə olasan. May-avqust aylarında məni tapana hədiyyə challenge-inə start verəcəm və sizdən, yəni qrafon abunəçilərindən 3-ü, 4-ü bu saatlardan birini qazanacaq. Ona görə də mütləq və mütləq kanala abunə olun. Bilirsiniz ki, mənim hədəfim 2025-ci ildə qrafon abunə sayının ən azı 20.000 olmasıdır. Və bu saya siz mənə çatdıracaqsınız və əminəm ki, çatdıracaqsınız. Odur ki, kanala abunə olun. Kanalımızda daha çox videolar var, maraqlı videolar var. Siz bu videolara baxmaqda davam edirsiniz. Videolara like etməkdə davam edirsiniz. Videolara komment yazmaqda davam edirsiniz. Kanala abunə olmaqda davam edirsiniz. Mən isə YouTube-da olduğum üçün sizinlə sağollaşmıram. Grafon abunenizi gözleyin. Comment yazdın süper grafona hoş geldin. Grafon eğlendirir. Grafon abunenizi gözleyin.